Kiminsə xilaskarı olmaqdan gözəl nə ola bilər? O gözəl əməl qan verməkdir. Qan vermək sadəcə bir insana deyil, bəzən bir neçə xəstəyə həyat vermək deməkdir. Bu xeyirxah və insani addımın cəmiyyət üçün əhəmiyyəti böyükdür. Lakin bəzi tibbi və fiziki səbəblərdən hər kəs qan verə bilməz. Ümumiyyətlə qan donoru kimi sağlam insanların qəbul ediləcəyini nəzərə alaraq imtina kriteriyaları iki qrupa bölünür: daimi və müvəqqəti. Daimi imtina kriteriyalarına hepatit B, hepatit C, giç və siflis kimi xəstəliklərə yoluxan şəxslər aiddir. Bu infeksiyalar qan yolu ilə ötürülə bildiyinə görə donorun sağlamlığı ilə yanaşı qan alıcısının da həyatı risk altına düşə bilər. Həmçinin xroniki ürək-damar, böyrək, qaraciyər çatışmazlığı olan şəxslər, xroniki nefrit, irsi qan xəstəlikləri və anemiyası olanlar da daxildir. Müvəqqəti imtina kriteriyalarına isə cərrahi əməliyyat və hepatit A xəstəliyi keçirən şəxslər aiddir. Onlar sağaldıqdan 12 ay sonra qan donoru ola bilərlər. Qeyd edək ki, hamilə qadınlar qan verə bilməzlər. Qadınlar doğum və ya hamiləliyin sona çatdırılmasından 9 ay sonra qeysəriyyə üsulu ilə doğuş keçirən qadınlar isə 12 ay sonra qan donoru ola bilərlər. Bundan əlavə çəkisi 50 kiloqramdan az və yaşı 18-dən aşağı olan şəxslərə də qan verməyə icazə verilmir. Kişilər ən tez 2 ayda bir, qadınlar isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərti ilə qan verə bilərlər. Qan verdikdən sonra 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə olunmur. Həmçinin bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə gün ərzində ağır fiziki işlərlə məşğul olmaq məqsədə uyğun sayılmır. Həmçinin tütün çəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Bunları bilməkdə fayda var. Bəli, bunları bilməliyik ki, kim qan verə bilər, kim qan verə bilməz. Qan vermə prosesindən sonra nəyə diqqət eləmək lazımdır? Vacib məsələlərdir. Təbii ki, sağlamlıq önəmli bir mövzudur. Çünki yaşamaq hər kəsin haqqıdır.